Ha, salam Zahmet. Derim biz yəqin ki, gözəl, firavan bir cəmiyyət, bir şərait qurmamış. Allah bilir düzünü. Elə də bu dünyanın axırı gələcək. Allah bilir ancaq düzünü. Ümumi götürəndə hamı görür, hamı bilir. Biz qabaqlar 5-10 il bundan qabaq heç ağlımıza gəlməzdi ki, yəni dünya alverçilərin, müstəmləkəçilərin, bir də ki, yekəxana bir iki dənə liderin əlinə keçə. Təsəvvür edin ki, Putin bu ölkə həmişə müstəmləkəçi olub, sonra İran həmişə əl altından müəyyən bir məqsədlərinə yetmək üçün dinə sarınıb sanki. Dünyada müsəlmanların, xristianların arasına ən çox da müsəlmanlara ziyançılıq verib. Yəni onlarda da görürsən ki, qaydasında bir din yoxdur. Bir də ki, Siyonist rejim İsraildir. Gedib düşüb qara yara kimi ərəblərin içinə və özünün, necə deyilər, bici bala işlərlə məşğul. Ancaq keç-tezi Allah hamıdan çox biləndir. Allah hər şeyi daha yaxşı biləndir. Nə bilim, valla, Allah bilir düzünü. Belə görünür bu insanların hərəkətləridir. Bir-birinə qarşı münasibətlərdə hər şeyin zaylaşmasıdır. Yəni, bilirsinizmi, bir var nəsə, yəni ki, pozulur münasibətlər, bir də var bunu qəbul edirsən. Siz özünüz də şahid olursunuz ki, pozunçuluqdur, dələduzluqdur, əsasən oğurluqdur, rüşvətdir. Yəni, bizdə dəhşətli sürətlə yayılıb, ancaq biz bunu qəbul edirik. Yəni, hamı danışır ki, yəni belə geyinmək, belə çox, belə fahişəlik çox olmaz. Ancaq görürsə ki, gözümüzün qabağında bu artır və biz onu qəbul edirik. Biz rüşvəti ümumiyyətlə bəlkə də 50-70 ildir qəbul eləmişik, güclü sürətlə çiçəklənir və dələduzluq, oğurluq da adi bir hal alıb. Yəni ki, pis şeyi insanlar bir var pisləyərlər, bir var artıq qəbul eləyərlər. Və bu səbəbə də yəni hiss olunur ki, yəni dünyada da artıq ədalət ümumiyyətlə itib gedir. Məsələn, Avropa ölkələri vardı, Amerika idi. Sonra bir neçə, bir 20-30 dənə yüksək texnologiya inkişaf eləmiş ölkələr vardı. Orada indi əxlaq elə də yaxşı vəziyyətdə olmasa da, görünür ki, demokratiya, düzgünlük, müəyyən mənada bir-birinə qarşı hörmət, mehribançılıq, ədalət. Yəni, bu ölkələrin özündə yenə özlərinə qarşı ədalət qalıb. Ancaq ki, dünyada artıq Trump kimi, mən ona biznesmen yox, bir alverçi ki, başlayır dünyanın ən böyük ölkəsinə başçılıq eləməyə. Və Netanyahu kimi də bir vəhşinin məsələn dalında durur. Və Rusiyada olan müstəmləkəçi, rəzil bir Putin kimi başçı ilə də müəyyən mənada əlaqə yaradır. Onda elə yəqin ki, Allah bilir, dünya dağılası olsa müharibənin əlindən bu üçündən mütləq biri ya ikisi o dağılmaqda, yəni bir tərəfdə olacaqlar. Siz təsəvvür eləyin ki, nə qədər insanlar görün, yəni belə necə deyirlər, möhtəkirləşib, necə ancaq dolanmaq üçün, necə vəhşiləşiblər ki, məsələn, Putin indi uzun müddətdir ki, Ukraynanı vurub dağıdır, buna elə bir ki, xeyli insanlar bəraət qazandırır. Düşərsə, bizim Azərbaycanlılardan da onun tərəfini laf çox saxlayan nə var, orada gedib araqdan zadan içib, yəni müəyyən mənada biraz gəzməyə, diskotekaya da şərait var. Ancaq indi çoxsunu it kimi də oradan qovulurlar, Hindistanları qəbul edirlər və görürsən ki, yenə də axırıncı, yəni ki, ana qədər tərəfini saxlayan var. Bir il yarım bundan qabaq mən deyəndə ki, Rusiya bizə düşməndir, heç vaxt da bizi özünüz kimi qəbul, ikinci, üçüncü söz kimi qəbul edirlər. Orada yiyib içib gəzən oğlanlar, ya pul qazana gedən oğlanlar, hamısı deyirdi ki, yox sən səhvsən, nə danışsan, bizim ömrümüz, günümüz Rusiya bağladı, biz acımızdan qırlarıq. İndi nə oldu ay bədbəxtlər? İndi nə oldu? Hindistanın əhalisini tam mənasında ürəyin istəyən kimi qəbul edir Rusiya
və bizimkilərə yox, təkcə biz Qafqazdır, Özbəkdir, hamısına deyir ki, buradan vızqırdın gedin. Yəni axırıncı ana qədər elə bir yapışırlar ki, yox, mən düz deyəndir, mən düz deyəndir. Arkadaş, bu bizim dinimiz də belədir, bizim yaşayımız da, bizim hər şeyimiz ümumiyyətlə belə bir şeydir. Yəni dünyanın axırı da yaxınlaşsa, elə son ana qədər görürsən ki, ölüb gedirsən, onda da yəni ki, bu ateist insanlardır, bu möhtəki rüşvətxor insanlardır, bu pozğun insanlardır. Deyəcək, son anda ölüm anıdır, yenə biraz pozunçuluq edim, yenə biraz rüşvət alım, yenə də ki, Allaha inanmayayım mən. Arkadaş, belə olmaz axı. Yəni, baxırsan, görürsən ki, hər şey gözün qabağındadır, hər şey görünür ki, müəyyən mənada biz düzgün yolda deyil, tutam Rusiya düzgün yolda deyil, ona da şeylərsin. Sonra görürsən ki, Amerikada düzgün yola düşmədi. Sonra Avropada 5-10 dənə normal ölkə var, ondan da pis yola düşəcək. Və Allah Teala yəni ki, yolu göstərib ki, bu yola getməyin də özünüzün axırınızı yetişdirirsiniz. Yenə insan ölən dəqiqəyə qalmış, 2 dəqiqə qalmış, yenə deyəcək ki, mən yenə öz oğurluğumu eləyim, mən yenə yəni ki, özümü bazdığımı eləyim, mən yenə öz rüşvətimi alım. Yəni ki, insan o dərəcədə vəhşiləşir ki, artıq bilmirsən ki, onun haqqında nə deyəsən. Bilmirsən haqqında nə deyəsən. Biz müsəlman ölkəsi ola-ola, biz 100 il ərzində ateist kimi yaşayıb, rüşvəti, alçaqlığı, pozunçuluğu yəni qəbul eləmişik. Ancaq ki, bizi yaradan Allahı biz qəbul eləyə bilmirik. Doğrudan da dəhşətli, məsələn, bizdə anlam var da, anlam dəhşətli sürətdədir. Nətəri bu ruslar təsəvvür eləyin ki, nətəri bizi ateistliyə döndərdilərsə, insanlarımız görür ki, bu bizə qat-qız ziyan verir. Yenə deyir, mən ölərəm, ancaq ki, yəni ki, məni yaradanı qəbul eləmərəm, ona mən baş əymərəm. Nə ünvalam? Ölün, gedin, o dünyada da ateşdə yananda, yəni ki, daha görəsiniz ki, özünüzün taxsıdır. Yəni, insanlar ki, deyir ki, yəni ki, bunun axırı bununla nəticələnir. Heç kim, ya müəyyən mənada əksəriyyət ateist də bunu qəbul eləmir. Nə bilim, Allah bilən yaxşıdır, Allah hidayət versin.